Demək 66 deyir, nümunə əsasdan uyğunluğu müəyyəndir. Hamısına aiddir, yalnız birinə aiddir, yalnız ikisinə aiddir. Qarşılıq birgəlik növdə olan feil işlənmişdir. Meşəbəyi burada olmadığı, daha doğrusu qarşılıq birgəlik növdə olan feil işlənməmişdir. Feil sifət tərkib yaratmışdır. Meşəbəyi burada olmadığı üçün meşədə rahatca gəzmək olmaz. Burada qarşılıq birgəlik növdə olan feil yoxdur və feil sifət burada tərkib yaradıb. Və tərkib budur. Meşəbəyi burada olmadığı üçün. Qalib orduya başçılıq edən Xan Məmməd yeni müharibəyə başlamamaq üçün sülh müqaviləsi imzalamaq istəyirdi. Burada da qarşılıq birgəlik növdə olan feil işlənməmişdir və burada feil sifət tərkib yaradıb. Qalib orduya başçılıq edən. Dağın ətəyindəki zəmidə gəzərkən orada olan bir neçə kəndilə söhbət etməyə başladı. Burada da qarşılıq birgəlik növdə olan feil sifət, feil yoxdur. Səni gəzişərkən sözü ilə anlada bilər, bunda nə qayırırsan? Əgər bu qarşılıq birgəlik növdürsə, onun qabağına mən, sən və onu qoya bilməzsən. Mən gəzişərkən deyə bilirsən, yəni burada məlum növdədir. Və burada da feil sifət tərkib yaradıb. Orada olan. Olmaq feili burada müstəqil mənada işlənib deyə bu tərkibdir. Demək, A bəndi mən hamısını aid eləyə bilərəm. Daha sonra feili birləşmə digər feili birləşmənin tərkibində işlənmişdir. Burada elə bir şey yoxdur. Bu nə deməkdir? Məsələn, feil sifət tərkibi digər feil sifət tərkibinə daxil olsun və yaxud da məsdər tərkibinin tərkibində olsun. B heç birisinə aid deyil. Elə bir şey yoxdur burada. Tərkibində məsdər tərkibi yoxdur, sadə cümlədir. Məsdər tərkibi olmayan, bunu rəqəmləyə 1, 2, 3. Birinci cümlədir. Burada məsdər tərkibi yoxdur və sadə cümlədir. Daha sonra. Bir də ki, 3-də də məsdər tərkibi yoxdur və sadə cümlədir. Demək, C bəndi ikisinə aiddir. C-ni hansına yaza bilərəm? 3-ə yaza bilərəm. Yalnız ikisinə aiddir. Daha sonra. Feili bağlama tərkibinin zaman zərfli rolunda olduğu cümlədə feil sifət tərkibi təyin rolundadır. Üçüncü cümləyə bax. Söhbət etməyə başladılar. Kimi ilə? Kəndli ilə. Hansı kəndli ilə? Orada olan. Nə qədər kəndli ilə? Bir neçə. Nə zaman? Dağın ətəyindəki zəmdə gəzişərkən. Feil bağlama tərkibi burada zaman zərfli rolundadır və feil sifət tərkibi təyin rolundadır. Demək, D bəndi D nəyə gedəcək? Yalnız birinə aiddir. Digər cümlələrdə feil bağlama tərkibi yoxdur. D bəndi demək birinə gedəcək. Daha sonra. Qoşmalı feil sifət tərkibinin səbəb zərfli rolunda olduğu şəxsi cümlədir. Baxıram ki, qoşmalı feil sifət burada olmadığı üçündür. Gəzmək olmaz. Necə rahatca, harada meşədə, nə səbəbə? Meşəbəyə burada olmadığı üçün. Feil sifət tərkibi burada nədir? Daha doğrusu nə məqsədlə gəzmək olmaz? Meşəbəyə burada olmadığı üçün. Məqsəd səbəb zərflidir. Meşəbəyə burada olmadığı üçün. Demək, E bəndinə baxıram ki, yalnız birinci cümləyə uyğundur. Digər cümlələrə uyğun deyil. Demək, E bəndə yalnız birinə gedəcək. Anlayırsan? Sonra, qoşmalı məsdər tərkibi məqsəd zərfi rolunda olduğu cümlədə. Qoşmalı buradadır və məsdər tərkibidir. İmzalamaq istəyirdi. Nəyi? Sülh müqaviləsini. Kim? Xan Məmməd. Hansı Xan Məmməd? Qalib orduya başçılıq edən. Nə məqsədlə? Yeni müharibəyə başlamamaq üçün. Bax, burada da deyir ki, qoşmalı məsdər tərkibinin məqsəd zərfi rolunda olduğu cümlədə feil sifət tərkibi daxilində toplu isim var. Burada da qalib orduya başçılıq edən feil sifət tərkibi və ordu burada nədir? Toplu isimdir. Demək, Ə bəndinə hansına aid olacaq? Yalnız birinə aid olacaq. Birə olacaq A, birə A olursa B-ni atırsan. 2-yə D, E, Ə, D, E, Ə, demək E bəndə getdi. 3-ə isə C, cavabın olur C bəndi. Nəsə burada problem var?